qapalı vəziyyət, bağlı vəziyyətdə olduqda bir nöqtəsində hidrostatik təzyiq P olarsa, kranı açdıqdan sonra hidrostatik bir nöqtəsində hidrostatik təzyiq nəyə bərabər olar? Biz burada belə edirik. Deməli, sağ tərəfdəki boruda mayenin həcmi V bərabərdir SH düsturu ilə hesablasaq, sağ tərəfdə deməli sahə S, mayenin hündürlüyü 4H, deməli 4SH qədər maye var. Sağ tərəfdə isə mayenin həcmini hesablasaq, burada 2S vurulsun H qədər maye olacaq. Deməli, ümumi mayemiz 6SH-a bərabərdir və biz bilirik ki, maye sıxılmayandır və mayenin həcmi heç vaxt dəyişməz. Deməli, kranı açdıqdan sonra birləşmiş qablarda eyni, deməli, mayələr eyni hündürlükdə olacaq. Deməli, biz kranı açdıqdan sonra mayenin hündürlüyünü bir kiçik H ilə ifadə etsək, deməli, H ilə ifadə etsək, birin sağdakı qabda SH qədər, soldakı qabda isə 2SH qədər maye olacaq. Və bu mayələrin cəmi təbii ki, 6SH-a bərabərdir. Buradan 3SH bərabərdir 6SH. Buradan S-lər ixtisar gedər. H bərabər 2H olar. Deməli, hündürlük 2 dəfə artmış olur. Hündürlük 2 dəfə artırsa, mayenin təzyiqi P bərabər ρGH olduğundan, deməli, hündürlük 2 dəfə artdığından təzyiq də 2 dəfə artacaq və 2P-yə bərabər olmuş olacaq. Cavabda 2P-ni vermiş olacaq.